Dərinin bəd xassələri törəməli içərisində qeyri-melanom xarakterli, bizim non-melanom dediyimiz bəd xassəli dəri xərçəngi növləri içərisində yastı hüceyrəli dəri xərçəngi və bazal hüceyrəli dəri xərçəngi ən çox sevdiyi lokalizasiya olaraq üz və baş dərisinin tüklü hissəsini əhatə etməkdədir. Əgər bir şəxsin üz dərisində, xüsusən də təbii dəliklər yaxınlığında, yəni göz ətrafı, burun ətrafı, ağız ətrafı, qulaq seyvanı önü, bu cür nahiyələrdə uzun zamandır sağalmayan və müxtəlif yerli dərman vasitələrinin tətbiqinə baxmayaraq dinamikada müsbət bir hal izlənməyən hallarda mütləq qaydada ləngimədən dermatoloqa müraciət etməniz lazımdır. Çünki bu nahiyədə az öncə dediyimiz istər bazal hüceyrəli dəri xərçəngi, istər yastı hüceyrəli dəri xərçənginin olma ehtimalı daha yüksəkdir. Təbii ki, proqnozlar çox zaman xəstəliyin davamiyyətindən asılıdır. Amma burada dermatoloqun əlində güclü bir silah olan dermatoskop vardır. Təbii ki, uyğun dermatoskop müayinə təcrübəsinə malik olan bir dermatoloq ilk etapda və ya gecikmiş etaplarda da spesifik əlamətlərə uyğun olaraq artıq həmin diaqnozu dəqiqləşdirməyə çox yaxın ola bilər.